Zərdabda maraqlı hadisə baş verib. Belə ki, avtomobildə körpə dünyaya gəlib. Bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb. Zərdab rayon mərkəzi xəstəxanasından bildirilib ki, ötən gün saat 10:30 radələrində 2021-ci il təvəllüdlü hamilə doğuş sancıları ilə əlaqədar xəstəxananın doğum evinə müraciət edib. Doğuş prosesi yolda olarkən anidən başladığından proses doğum şöbəsinin həkim heyəti tərəfindən tibb müəssisəsinin həyətində tamamlanıb. Qadının 4-cü hamiləliyindən boyu 46 sm, çəkisi 2 kq 300 qram olan oğlan övladı dünyaya gəlib. Tibb müəssisəsinin doğuş şöbəsinə yerləşdirilən Zaha qadına və körpəsinə zəruri tibbi xidmətlər göstərilib, onlardan lazımi laborator analizlər götürülüb. Ultrasəs müayinəsinə cəlb olunub və hər ikisinin vəziyyəti nəzarətdə saxlanılır. Ana və körpənin müalicələri müvafiq şöbədə davam etdirilir. Hər ikisinin vəziyyəti qənaətbəxş qiymətləndirilir deyə məlumatda açıqlanıb.